Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul ugdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una. Venfa'na bima allamtana ve zidna ilmen. وأصلح لنا شأننا كله ولا تكلنا إلى أنفسنا طرفة عين. Əziz, qiymətli qardaşlar, hörmətli böyüklər, ağsaqqallar, dəyərli cəmaat. Aləmlərin Rəbbi olan Allaha sonsuz həmdü sənalar olsun. Onun sonuncu Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə, onun ailəsinə, səhabələrinə, əhli beytinə və qiyamət gününədək onlara gözəl şəkildə tabi olanlara Allah'ın salavatı, salamı, xeyir duası, bərəkəti olsun. Həmd olsun uca Allah'a. Allah Teala bizləri bu cür gözəl, xeyirli məclislərin birində cəm edib topladı. Həqiqətən də mehribançılıq, qardaş olmaq, cəmaat olmaq Allah Teala'nın bizlərə bəxş etmiş olduğu ən böyük nemətlərdən biridir. Bu ümməti başqa ümmətlər arasında üstün, fəzilətli edən xüsusiyyətlərdən biri də bu ümmətin fərdlərinin cəmaat olub mehriban olması. Allah Teala bizləri öz neməti sayəsində qardaş etmişdir. Cəmaat olmaqda bərəkət vardır. Allah Teala cəmaat olan, mehriban olan şəxslərlə bərabərdir. Onlara köməklik edir, onların ruhsunu bol edir. Onların işlərini asanlaşdırır. Amma Allah qorusun, firqəçilik, bölünmək, ayrılmaq əsla və əsla insanlara hüzündən, kədərdən başqa şey gətirməyəcəkdir. Orada xeyir, bərəkət, fayda da azalacaqdır. Gözəl məclisdə böyük alim İmam Şatibi rahiməhullahın məşhur Əl-İ'tisam kitabının müəllifi. Allahın öz bəndəsinə bəxş etmiş olduğu xoşbəxtlik əlamətlərindən 7'sini qeyd edir, onları sizlər üçün oxuyacağam. Bu əlamətlər kimdə cəm olub toplanırsa, demək Allah Teala o şəxs üçün, o insan üçün artıq xeyir istəyir. Onu müvəffəq edib. Onu dində digərlərindən üstün əfsəl edir. Həqiqətən də Allah Teala onu hidayət edib, ona doğru düzgün dini yaşayıb, həyatında tətbiq etməyi müvəffəq edib, onun üçün asanlaşdırıb. Yox, əgər bu əlamətlərin ən azından biri və yaxud da heç biri bir insanda cəm olmayıb, toplanmayıbsa, demək, hələ də onun haqqında xeyir və faydadan söhbət gedib danışıla bilməz. İmam Şatibi, Allah ona rəhmət etsin, deyir ki, min aləməti səadəti aləl-abdi, Allahın öz qulu üzərində xoşbəxtçiliyinin əlamətlərindən ən birincisi əl-əvvəlu teysirut-ta'ati aleyhi. Onun üçün ibadəti və itayəti asanlaşdırması. Həmin şəxsə Allaha ibadət etmək, ha belə namaz qılmaq, oruç tutmaq, həc, ümrə, sədəqə, Quran oxumaq, zikr etmək asan və rahatdır. Bu dəlildir ki, Allah Teala o insan üçün xeyir istəyir. O həqiqətən də xoşbəxtdir. Allaha ibadət və itayət onun üçün asan və rahatdır. İkinci, muvafaqatü sünnətu fi əqvalihi və əfalihi. Sözündə və əməlində sünnəyə müvafiq olması. Bir insanın istər sözündə, istər əməlində sünnəyə müvafiq olması, yəni Allah Resulü sallallahu aleyhi və səlləm ilə gələn şəriəti tətbiq etməsi göstərir ki, Allah Teala həmin şəxs üçün xeyir istəyir, o qul xoşbəxtdir. Allah Teala onu müvəffəq edir. Ən birincisi, ibadət və itayətin onun üçün asan və rahat olması. İkincisi, insanın sözündə, əməlində
Allah Resulü sallallahu aleyhi ve sellemin sünnəsinə müvafiq olub ona uyğun hərəkət etməsi. Üçüncüsü, suhbətuhu li əhli salah. Xeyirli insanlar ilə dost yoldaş olması. Xeyirli, islah istəyən, xeyrə çalışan, can atan, əməl salih insanın dostlarının olması. Bu xoşbəxtçiliyin əlamətidir. Əlbəttə bunların hər biri haqqında Quran-ı Kərimdə Rasul sallallahu aleyhi və səlləmin sünnəsində çoxlu sayda ayələr, hədislər var. Yəni biz ibadət və itaətin asan olması haqqında ayələr oxusaq, Rasul sallallahu aleyhi və səlləmin sünnəsinə müvafiq olma haqqında hədislər oxusaq, xeyirli insanlar ilə oturub durmağın üstünlüyü, fəziləti haqqında ayələr, hədislər oxusaq, gərək saatlarla burada oturaq. Sadəcə İmam Şatibi bizə əsas başlıqları söyləyib ki, İnsan buna əməl etdikdə artıq onun üçün xoşbəxtçilik, əmin-amanlıq və səadət var. Ən birinci, Allaha ibadət və itaət etməyin onun üçün asan və rahat olması. İkinci, sözündə və əməlində sünnəyə müvafiq olması, şəriətə uyğun hərəkət etməsi. Üçüncü isə xeyirli, əməl-i salih insanlarla dost olub yoldaş olması. Dördüncü, husnu əxlaqihi mə'a ixvanihi. Öz qardaşları ilə gözəl əxlaqla rəftar etməsi. Allah Teala əgər bir insana öz qardaşları, öz dostları gözəl əxlaqla rəftar etməyə müvəffəq edibsə, demək artıq o insan xoşbəxtdir. O insan xeyir tapır. Ona görə ki, o insanlar ilə əxlaqlıdır, ədəblidir, ələl xüsus da öz qardaşları ilə. İnsanın da qardaşları bir nəsəbdə qardaşlıq, ata bir, ana bir qardaşlar, yaxud da ata bir, ana ayrı qardaşı, iki dində qardaş. Öz əqidəsində, öz mənhəcində. Hər ikisi də gözəl əxlaqlı olmağı tələb edir. Amma ən əsası, ən böyük qardaşlıq insanın Allahın dinində, doğru əqidədə, mənhəcdə qardaş olmaqdır. Ən birinci, Allaha ibadət və itaət etməyin insan üçün asan olması. İkinci, insanın sözündə və əməlində sünnəyə müvafiq uyğun olması. Üçüncü, xeyirli, əməl-i salih dostlar ilə oturub durmaq. Dördüncü isə insanın öz qardaşları ilə gözəl əxlaqla rəftar etməsi. Beşinci, bəzlu ma'rufuhu lil xalqi. İnsanlara xeyrin dəyməsi. Yəni Allah Subhanahu taala nəinki insanlara, Allahın bütün yaratdıqlarına qarşı sənin xeyrin dəyir. Həm insanlar sənin əlindən xeyir görür, dilindən xeyir eşidir. Həm heyvanlar sənin əlindən xeyir görür, dilindən xeyir eşidir. Həm bitkilər, hər şey, Allahın yaratmış olduğu hər bir şey səndən xeyir tapır. Demək Allah Teala artıq səni xeyrə müvəffəq edir və sənin üçün xoşbəxtçiliyi və firavanlığı asanlaşdırır. Altıncı, vahtimamuhu lil musliminə. İnsanın müsəlmanlara qarşı diqqətli olması. Yəni biz hamı ilə mehriban olmalı, gözəl şəkildə rəftar eləməli, aydındır, gözəl əxlaqlı olmalı. Lakin müsəlmanlar ilə daha çox. Çünki onlar Allaha təslim olmuş cəmaatlardır. Allahın dinində olan şəxslərdir. Allahın əmrlərini yerinə yetirib qadağalarından çəkinən şəxslərdir. Mən müsəlmanam deyən şəxs ilə sən vacibdir ki, diqqətlə, qayğı ilə rəftar edəsən. Bir insan özünü İslam'a nisbət edirsə, mən müsəlmanam deyirsə, ola bilər indi İslamda güclüdür, məsələn, namaz qılır, oruç tutur, ola bilsin zəifdir. Məsələn, namaz qılmır, inşallah qılacaq. Oruç tutur, amma məsələn, namaz qılmır. Allahın dinindədir. Allaha inanır, İslamı qəbul edir, Peyğəmbər Muhammed sallallahu aleyhi və səlləmə inanır, Quran Allahın kitabıdır deyir, Kəbə bizim qibləmizdir, namaz var, qılacam inşallah, ölüm haqdır, axirət haqdır, hər şeyə inanır. İndi zəiflik uzbatından əsas dinin dirəyi namazdan məhrumdur və yaxud da bəzi günahlar deyilir. Məsələn, İraq, Allah uzaq edir, içki içir və s. Bu adam müsəlmandır. Və sənin onunla, qayğı ilə, ihtimamla, diqqətlə rəftar eləməyin lazımdır. Demək, ən birinci, xoşbəxtçiliyin əlaməti, ibadət və itaətin bir insan üçün asan və rahat olması. İkinci, insanın sözündə və əməlində sünnəyə müvafiq uyğun olması. Üçüncü, xeyirli, əməli salih insanlarla dostluq, yoldaşlıq etmək. Dördüncü, Allahın
yaratdıqlarına qarşı xeyirxah olmaq, yaxşı davranmaq. 5-ci, insanın öz qardaşları ilə gözəl əxlaqla rəftar etməsi. 6-cı, müsəlmanlara qarşı ehtimam, qayğı, diqqət göstərmək. 7-ci və sonuncu isə qardaşlarım, muraatuhu li əvqatihi. İnsanın vaxtına diqqət eləməsi, vaxtının qədrini bilməsi. Yenə deyirəm, vallahi bunların hər biri haqqında danışsaq nə qədər ayələr, hədislər var. Vaxt haqqında nə qədər ayə, hədislər var. Xeyirli insanlarla oturub durma haqqında nə qədər ayələr, hədislər. İslamın fəziləti, müsəlmançılığın fəziləti, nə qədər ayələr, hədislər var. Lakin qısa başlıqlar şəklində bunları insanın vaxtına, ömrünə, ona bəxş olunmuş bu zamana gözəl əməl edib riayət eləməsi. Alimlər buyururlar ki, hər şeyi geri qaytarmaq olur. Hər şeyi. Sağlamlıq, xəstələnmirsən, geri qaytara bilərsən, müalicə olursan. Aydındır. Məsələn, övlad ölüb, inşallah yenə də ola bilər, aydındır. Ailədir, məsələn, dağılıb, inşallah. Ruzudur, əldən çıxıb, kasıb salmış, yenə o zənginlik qayılar. Amma gedən vaxt geri qayıtmır, qardaşlar. Gedən gün, gedən saat, gedən ömür bir də geri qayıtmır. Ona görə insan vaxtının qədrini bilməlidir. Çalışmalıdır. Hər bir saatına Allaha ibadətə və itayətə aid nəsə ora sığdırsın. Resul sallallahu aleyhi və səlləm bu ki, insan qiyamət günü ən çox peşmançılıq çəkəcəyi şey Allahı zikr etmədən keçirdiyi saatlar olacaq. Allahı zikr etmədən keçirdiyi saatlar olacaq. Onu vaxta çoxlu dəyər qiymət verir. İmam Şatibi rahimehullah, Allah ona rəhmət eləsin, Əl-İ'tisam kitabında bax bizə bunları cəm edib toplayır. Qulun xoşbəxtçiliyinin əlamətləri. Ən birinci, ibadət və itayətin onun üçün asan və rahat olması. İkinci, insanın sözündə və əməlində sünnəyə müvafiq olması. Üçüncü, xeyirli əməli salih insanlarla dost yoldaş olmaq. Dördüncü, Allahın yaratdıqları ilə xeyirxah davranmaq, onlara xeyrin dəyməsi. Beşinci, qardaşlar ilə gözəl əxlaqla rəftar etmək. Gözəl əxlaqla rəftar etmək. Altıncı, müsəlmanlara qarşı diqqət, qayğı və yedinci isə insanın vaxtına riayət edib vaxtının qədrini bilməsi. Bax, bunlar inşallah insanın həyatında cəm olanda, İslam dini bax budur. İslam dini bunlardan qeyri şeylər deyil. Bir insan bunlara əməl edəndə Allah Teala onun üçün dünyasını da xoşbəxt edir və onu ahirətdə də xoşbəxt edəcəkdir. Allah Subhanahu Teala bizləri eşidib başa düşüb faydalanan və ən gözəlinə tabi olan qullarından etsin. Uca Allahdan istəyirəm ki, bununla ən birinci öz günahkar asi nəfsin faydalansın. Sonra siz qiymət dəyərli qardaşlar faydalansın. Sonra da kim ki bizə baxacaq, izləyəcək, bu elm onlara çatacaq, onlar da faydalanıb öyrənsinlər. Allah Teala hamınızdan razı olsun. Uca Allah hər birimizi xeyir işlərdə, xeyir məclislərdə görüşdürsün. Təşəkkür edirik qardaşımıza. Allah'a dua edib Allah'tan istəyirəm ki, yeməyini yaxşı adamlar yesin. Həmişə sənin qapından əsl mümin, imanda, ibadətdə kamil olan şəxslər qonağın olsun. Mələklər sənin üçün Allah'tan bağışlanma istəsin. Və sallallahu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi və səlləmə təslimən kəthira ilə yevmiddin.